Xoş gördük dostlar. Bu günləri yenə bir maraqlı videoyla qarşınızdayıq. Yusif müəllim və Hüseyin müəllim hərəsinə 50 manat pul verəcəm. 5 dəqiqə vaxtınız var. 50 manat da pulunuz var və bunu dəyərləndirin. 5 dəqiqəyə nə ala bilsən al. Amma faydalı şeylər almalısan ki, qalib olasan. Belə videolar üçün like atın və gözəl fikirlərinizi bildirin. Keçən videolarımız bəyənildi və ona görə biz bu serini bir başqa versiyada çəkirik. Buyurun. Tamam. 50 manat. 50 manatdan faydalı və düzgün şəkildə bazarlıq eləməlisən. Dostlar, bu arada UC-lərinizi rahat və güvənli şəkildə bizdən vura bilərsiniz. Sadəcə nömrələrimizə yazırsınız və rahat şəkildə UC-lərinizi bizdən vurursunuz. Deməli, vaxtın başladı. Getdi. 5 dəqiqə. Deməli, manlı super bir şeydir. Xəstəndə mama pişirir, yeyirsən də konkret. Sonra düyü. Yox, qritska, gəlin görüm. Mərci alıraq, mərciyə də almıram. Belə bir makaron alıram. Qəşəng bir şeydir. 3 dənə şey aldım şey. Bizdə yəqəm qalıb mən. Sən 3 dənə şey aldın. Girsə başqa necə mən necə? Tez ol. Tez. Qaldı burada şey, ən gözəllərindən. Döşəti. 2 dənə döşət aldı. Davay, gəl mənə. İndi sıra məndədir. Gedirik mənim də alış-verişlərimə. Gəl atışa getdik. Getdik. Bir dənə saçqa götürəsən, hə? Həmişə yediyimiz saçqa. Bu önce ağımda şey eləmişdim. Ondan sonra gəl. Bunu çox qəşəng elədi. Burada xama. Bir dənə xama götürəm. O xama həmişə mən alıram. Bu uşaq var, xama xəstəsidir, kanka. Həmişə xama alır. Bir dənə toyuq götürək. Buz ya, əlim dondu. Bir dənə də toyuq. Bir dənə mən bundan çox xoşlayıram. Bundan özüm üçün bir dənə götürmək istəyirəm. Bir dənə kilkə götürəcəm. Kilkə balığı faydalı deyil amma yenə də. Qoşulsan. Götürsün də, nə istəyir? Yox, gəl. 50 manat şey. Narahat olmuyor. Bu bəs döşətini alırıqsa, bunu qızardacaq eləyəcək və sok almaq lazım. Bir dənə də buradan Pepsi. Qəşəng. Bu biraz faydasızdır, prosto indi götürmək lazım da belə şeyləri. Başqa nə götürə bilərik? Bildim, o tərəfə gedəcək. Gəl. Belə bir makaron da alacam, hə, bu fərqlidir. Bir. Sonra nə götürə bilərəm? Mənə fikir verin, mən də sənə kömək eləyəcəm. Sənin sevdiyin Götürəyəm ondan? Götürəcəm. şokolad. Bir dənə şokolad götürürəm. Ne qədər vaxtım qalıb, mən? Alıram ha elə. 1 dəqiqə 33 saniyə gedib. Çörək. 2 dənə çörək. Çörək lazımdır. Mama var ha, mən sizə əminliklə deyirəm. O sizə mən çox istəyir. Başqa nə ala bilərəm? Məsələn, süd. Ay da süd qalıb. Tezcə. Çox şey qalıb. Tamam, bir dənə süd aldım. Bir dəqiqə. Vaxtım nə qədər qalıb mən? Nesquik almalıyam. 2 dəqiqə 7 saniyə gedib. Hələ 2 dəqiqə var. Şor da alacam. Şor. İvanovka yoxdur burada qardaşım. İvanovka istəyirəm mən. Kalbasa. Hansından götürək? Servalat. Neçədir bu? Servalat götürək. O qəşəngdir, ucuzdur. Götürək də bundan. Kalbasa götürdüm mən. Yenə də yağ götürürəm. Ondan sonra marojna götürək. Bu hamısı şey olmaz. Mənə seçməyəcək axı. Elə marojna götürək. Plombir. Çox xoşlayıram. Elə marojna. Qaldı. Süt götürdü. Süt götürdü. Süt. Ziyanı yoxdur. Süt götürmədin amma şey götürdü. Nesquik götürdü. Bir dənə süt burger. Açan deyirəm. Bir dənə süt burger götürəcəm. Başqa nə? Başqa makaron xama götürmüşəm, qatıq beğenirəmiş. Vaxtım gedir, gəl. İndi nə qaldı? Bir dənə Nesquik qaldı, ondan sonra mən bağlayacağam çünki çox olmaz. 50 manat kəsən mənə. Mən getdim. Gəl. Tez ol. Nesquik hardadır? Vaxtım gedir mənim. Buradadır, buradadır 100%. Gəl. Buradadır. Bir də çox getdi, yad eləmir. Deməli. Sən görək. Bundan bir dənə götürürük. Tez ol, araba daşıyan. Məndən bu qədər. Neçə dəqiqəm qalıb? Düyü qalıb. Düyü Yusif məncə götürəcək, onu dəymirəm. Bir dənə mənim xoşladığım qənd. Onlar hardadır ki, bilmirəm. O dəfə aldım, xoşlamışdım ya bunu. Aldıq özümə işlədim mən. Şey də götür də. Bir dənə malako. Xeyirlidir bu. Zarafat istəyirəm. Elə o da şeyim var. Az yelə. Neçə qaldı? Sok. Çox az qalıb. 3 dəqiqə yarım qalıb. 1 dəqiqə 10 saniyə qalıb. Meyvə suyu. Meyvə suyu götürdük.
Bir dənə meyvə suyu. Amma sən bir plus sən qabağa. Ay, çay suyunu al 15 bax. saniye qaldı. Bir dənə çay. Bir dənə yumurta. Tamam. Neçə dəqiqəsi qaldı bunun? İstəyirəm baba. Son tez oldu. Tamam. Şorlaba. O qaşı tutma da götürdü. Sonra götürdüm. Aha. Mənə də yaxşıdır amma. Son 10 saniye. 10 saniyə. Tomat var. Bu qədər. Bu qədər, bəli. Hələ 10 saniyəndə qaldı. Tərlədim. Səncə nə qədər olar burada? 29 manat. 29 manat özəl rəqəm. 29 manat deyil. Məncə olar 29 manat. Bəli, onda gedək kassaya. 2 dənə bundan götürəcəm. 2 dənə bundan götürdüm. Məncə bu qədər bahsə. Belə 1 dəqiqə yarım qalıbdı. Onda bir dəqiqə başqa şey ala bilərəm. Çalışdım belə. Sürətli. Dayan. Başımı işlətməliyəm. Çay götürək. Çay məncə götürək. Beta götürək. Ya da nə bilim beta belə bir şey. O şey tapma saydı. Ki bundan götürəyəm də. Götürdüm. Bir dənə çay. Sür get. Sür. Qabağa keçməsə deyəcəm üstəyəm deyəndə. Yumurta götürmək lazımdır. Yumurta niyə götürməyəsən ki? Bu konkret qayğanaq, nə bilim. Vso. Qənd götürüm. Qənd götürə bilərəm əslində. Məncə vaxtı qurtardı. Yox. Neçə dəqiqəm var? 30 saniyə. Ayda ağlıma heç nə gəlmir. Çıx buradan, Yusuf'un səsi var. 30 saniyə faydalı olsun. Götür. Gəl. Tomat özü nəyə gedər? Gözləyirəm. Bundan götür. Bunda var da burada. Deyə burada. Hani? Götürdüm. 10 saniyə, 10 saniyə. Götürdüm. Vso. Bəli. Səncə neçə mat tutdu? Məncə burada rahat 35 manat pul var. Məncə mama mənəsizdirsə, özümə də bir şey aldım amma ki yaxşı elədi məncə. Yemək olar ha. Hə. Sən qalib olasan səncə? Yox, mən çox Hə, sən getdi, tamam. O bilə bilir. Getdik oradan da. Sür. 51 manat tutdu dostlar, keçdi Yusif. Və Hüseyn sən Məndə də də 56 manat. əvvəl nə qədər demişdin? Nə qədər? 35 demişdim. 56 manat çıxdı. Sən nə qədər demişdin? Demişdim amma. Bəli. Hələ tam yığmadılar və yığsaydılar bankrot olardım və indi görək Hüseynlə Yusif aldıqlarıyla analarını razı salacaqmı və əlbəttə qalib kim olacaq? Bu arada dostlar, UZ-lərinizi rahat şəkildə, güvənli şəkildə bizdən ala bilərsiniz. Sadəcə aşağıdan gedən nömrələrə yazmanız kifayətdir. Balacadan başlayaq, Yusifdən başlayaq və Yusifin 50 neçə manat işlədirsən? 51 manat. 51 manat. Bəli. Yusif belə bir faydalı toyuq alıb dostlar, görürsüz. El çox faydalı. Toyuqdur, faydalıdır. Baxın, yağ alıb. Yağ alıb. Sonra naturallı su alıb. Məncə 3 dənə xeyirli şey alıb elə. Sasiska alıb. Sasiska, çay və tutma alıb, şoraba alıb. Bu nə alıb? Bu nədirsə, bunu alıb. Süt burger alıb. Süt burger və bir dənə də belə bir faydasız bir şey alıb. Kirkə balıq alıb. Bəli. İndi onları əlbəttə ki, mamam hesablayacaq da. Malako alıb, belə bir. Süddə süd. Yumurta alıb. Belə bir malako alıb. Məncə qəşəng gedir. Dondurma da alıb Yusif. Sənə təbrik edirəm. Bəli. Bu nədir? Rolton. Rolton da alıb və bir də xama alıb dostlar. Bəli. Yusifin 51 manata aldıqları bunlardır. Həqiqətən də pulun dəyəri yoxdur. Bir daha bunun sübutu çox getmədi. Yəni 51 manatda dayandı və əlbəttə axırda mamaları bunların hesablayacaq. Bəli, Hüseynə keçək. Hüseyn nə qədər alveriş eləmsən? 56 manat. 56 manat. Belə bir yenə həmişəki kimi bundan alıb. Məncə yaxşı bir şey. Makaron. Belə bir Pepsi. Yəni makaronla nə eləyəcək? Yəni Balaca çay. O, tomat alıb. Bu da süd alıb dostlar. süd 2 dənə süd. Belə bir faydasız bir şey alıb və bu nədir? Greçka alıb. Bir dənə şokumak. Bu olmasaydı olmazdı. Şəkər xəstələri mütləq bundan yeməlidir. Məncə həm tepsi. Bəli. İndi isə bura keçirik və yumurta alıb. Baxın. Yenə yumurta. Pendir. Kalbasa. Baxın, bunlara gönələr alıb. Belə bir makaron alıb. Belə bir yenə də bundan alıb. Bu nədir? Manlı. Bəyənirəm mən onu. O qəşəng. Manlıdan mən mannını sevirəm. Hə, mən də xoş istəyirəm. Bəli. Bunlara döşətlərdir. 2 dənə alıb. İkisində elə onun neçə manat pul gedib bunların. Bir neçədir? 6.70-ə, bu da 6.70-ə. 2 dənə zavod çörəyi. 2 dənə zavad çörək. Bəli. Həqiqətən də dürüstcə. Sən seç, mən də elə belə seçəcəm. Mən ki sayılmır onsuz da da. Mən şeyini seçirəm. Amma pul da var da 56 manat. Yox, həqiqidir şeyin çox faydalı şey alıb. Papacanım, zarafat eləmirəm.
Hanı fayda? Bu faydalıdır. İndi o çıxdı. O da aldı, o da maraqsız aldı. Nə olsun? Ancaq Fayda sən mənə çox şey sən- aldın. Kalbasa kim almışdı? Hüseyin faydalıdır kalbasa. 10 manat pul verilib ona. Hamıdan çox sən yeyirsən o axı. Hə, yəni indi siz seçim müdaxilə eləmək istəyirəm. 2 dənə bundan almışam. Yenə qalib odur. Yusuf bu nə düzgün? Nələr ola bilər? Bu hər ancaq şokolad alıb da, nələr olsa istəyirsən. Ancaq şokoladdır burada. Bu şokolada oxşayır ki. Sən toyuq Ürəklər bu şokoladdır. Mənə toyuq. Toyuq alıb və promo özü bunu 15 manat bu faydalıdır. 7 manata verib birinə bunu. Ay ata, bu bildiyim 15 manat burada gedib. Mən Hüseyni seçirəm. Bəli, Hüseyni seçdi. Bəli, Hüseyni seçdi. Yenə də üzgörənlik ola bilər. Bu şeyin qazandı. Üzgörənlik ola bilər dostlar. Siz də şəhərlərdə daha yaxşı, daha düzgün alış-veriş kim etdi, onu şəhərlərdə bildirin. Hər birinizi sevirik və yenə də bir maraqlı videonun sonuna gəldik. Hər birinizi sevirik və növbəti videolarımızda görüşərik. Nə videoları istəyirsiniz şəhərlərdə də bildirin. Sağ olun. Allah amanda. Sağ Görüşərik. olun.